Cədvəldəki maddələrin verilmiş miqdarlarının tam şəkildə daxil olduğu su maddəsinin miqdarları verilib və A, B, C-ni tapmaq bizdən soruşulur. İlk baxışda qarışıq görünsə də, bu maddələrin su ilə reaksiyasını yazdığımızda hər şey aydın görünəsidir. Kalium H-ın su ilə reaksiyasından kalium OH plus H2 alınır. Lityum 2-onun su ilə reaksiyasından 2 lityum OH alınacaq və 2 natrium plus 2H2O alınacaq 2 natrium OH plus H2. İndi reaksiyalara fikir versək, daxil olan maddələrin və suyun miqdarları eynidir. Yəni 1 mola 1 mol və 2 mola 2 mol. Yəni nə qədər maddə daxil olursa, həmin qədər də su daxil olmalıdır. 1 mol olsa 1 mol olacaq, 2 mol olsa 2 mol və s. İndi baxsaq, kalium H üçün suyun miqdarı 3 molsa, bu bərabərliyi nəzərə alsaq, deməli A-nın da qiyməti 3 olmalıdır. Həmin A-nın qiymətini burada aşağıda yerinə yazdığımızda, deməli lityum 2-onun miqdarı 4 mol. Yəni B-nin qiyməti 4 olmuş olacaq. C, A və B-nin cəmidir. A 3, B də 4 olduğuna görə, deməli C-nin də qiyməti 7 olacaq. Deməli, birinci soruşulan A-nın qiyməti 3, ikinci soruşulan B-nin qiyməti 4 və üçüncü soruşulan C-nin qiyməti də 7 olmuş olacaq.